Həyatın bir dönəmində yaşadığım və bunu aradan qaldırdığım bir problemlə bağlı danışacağam. Ki, keçən dəfə də WhatsApp kanalında, YouTube kanalımda və topluluq hissəsində bu haqda çox müraciət gəlmişdi. Həm də ətrafdakı yoldaşlarım da bu haqda mənə bir suallarda, bir fikirlərdə olmuşdular. Plan qururam, ancaq planım hər dəfəsində pozulur. Dərs üçün, şəxsi inkişaf üçün, həyat tərzi üçün bir planı gecədən hazırlayıram, qururam, ancaq səhər gəlib o planı həyata keçirə bilmirəm. Bu problemi mən də sənin kimi yaşamışam və bəzi dönəmlərdə yaşayırdım və onu aradan qaldırmaq üçün xüsusi bəzi spesifik taktikalar var. Onları yoxladım. Bu videoda da səninlə onları paylaşacağım. Kanalıma xoş gəldin. İlk olaraq sadədən gedək. Plan cədvəli nə zaman qurulmalıdır, nə zaman qurulmamalıdır? Plan cədvəli ümumiyyətcə deyərdim ki, əgər vaxtın varsa, axşam hazırlıqdan gəldikdən sonra, yəni bəlkə də dərslərini bitirdikdən sonra saat 8, 9, 10, yatmazdan yarım saat və ya 1 saat öncə plan cədvəlini qurmağın çox yaxşı olardı. Çünki plan cədvəlini qurmaq həqiqətən də biraz efor istəyən bir şeydir. Yəni biraz əziyyət, biraz zəhmət və zehni olaraq enerji tələb edən plan cədvəlini qurmağın gecədən vacibdir. Onsuz da gecə yorğun gəlirsən, dərs oxumağa bir enerjin olmur və ya dərslərin bitdi, yatmağa hazırlaşırsan, çox da bir işin yoxdur. Bəlkə də günlüyünü tutub yatacaqsan. Ancaq plan cədvəlini gecə qurmağın yaxşıdır. Çünki səhər quran zaman belə bir şey ola bilər. Səhər biraz panikaya düşərsən, səhər biraz, necə deyim, aktiv olarsan və bütün eforunu plan cədvəlinin düzgün qurulmasına sərf edərsən və daha sonra isə plan cədvəlini quran zaman müəyyən qədər sıxıntılar yaşayarsan. Məsələn, cədvəli başdan ayağa qurdun və başladın praktikaya keçirməyə. Məsəl üçün, yarım saat yürüyüşə çıxdın, gəldin, amma heç həvəsin falan qalmayıb və yəni enerjik deyilsən. Yəni plan cədvəlini səhər qurmaq biraz uyğun deyil. Əgər alınırsa səhər qur. Əsasən mən deyərdim gecədən, bir gecə öncədən qurulsun. Çünki bu sənə daha çox fayda gətirəcək. Başqaları da var. Məsəl üçün bir ayın planını öncədən çıxaranlar və bir həftənin planını öncədən çıxaranlar var. Əgər həftən boş keçəcəksə, əgər həftəni öncədən təxmin edə bilirsənsə, bir həftə öncənin planını qura bilərsən. Amma mən niyə qurmuram? Biraz o haqda danışım. Bəlkə bəziləriniz də mənə qatılacaq. Çünki məsələn, sən tutaq ki, bu gün atıram birinci gündür və sən bazar günə kimi dərs, idman, şəxsi inkişaf, film və ya hamısını bölüşdürmüsən və bir proqram çıxartmısan. Tutaq ki, birinci gün əlli oldu, ikinci gün əlli oldu, bir də gördün ki, üçüncü gün qonaq getdiniz və ya üçüncü gün sizə kimsə qonaq gəldi. Və ya məsələn, bizlərdən uzaq olsun, bir yas mərasimi təşkil olundu, bir dəfn mərasimi təşkil olundu və ya müəllimin əlavə hazırlıq saldı. Məsəl üçün, tutaq ki, üçüncü gün günorta 2-dən 4-ə kimi yürüyüş yazmışdın. Ancaq müəllim dedi ki, uşaqlar alına bilən varsa, məsələn, 2-dən 4-ə kimi gəlin. Və sən həmin vaxtını artıq yürüyüşə çıxmamış olacaqsan və bu da nə deməkdir? Sən o missiyanı tamamlamamış olacaqsan və beynin də sənə belə bir mesaj göndərəcək ki, demək ki, biz bunu bacara bilmədik, onun üçün bütün günün başını buraxmaq lazımdır. Mesela beyin belə bir zincirləmə mexanizması ilə işləyir. Yəni məsəl üçün 1 gün, 2 gün, 3 gün boyunca tutaq ki, sən cədvəl tutursan, yürüyüşə çıxmaq alışqanlığındadır. Məsəl üçün 1, 2, 3, 4 gəldin, 5-ci gün yürüyüşə çıxma, 6-cı gündə yürüyüşə çıxmayacaqsan. İnan mənə. Çünki beyin deyəcək ki, mənim 5 günlük seriyam pozuldu, demək ki, mən çox şey itirdim. Yəni qısaca deməyim odur ki, alınırsa plan cədvəlini bir həftə öncədən qur. Əgər təxmin edirsənsə heç kəs gəlməyəcək, bir qonaqlıq olmayacaq və ya planımı pozacaq heç bir xarici mühit təsiri yoxdursa, planını bir həftədən öncə qurmaqdan bir problem çıxmaz. Bir ay öncəni çox da tövsiyə etmirəm, amma quranlar var. Məsələn, anlıq həvəsə gəlib böyük bir A4 vərəqi götürüb bir ayın planını quranlar var. Bir ay üçün nə qura bilərsən? Məsələn, hazırlıqların zamanları üçün bir cədvəl qura bilərsən. Məsələn, bazar günü tutaq ki, 3-dən 5-ə hazırlığın var, nə bilim, 2-dən 4-ə hazırlığın var kimi hazırlığın vaxtları ilə əlaqəli cədvəl qura bilərsən. Yəni deməyim odur ki, çalış ki, məsəl üçün bir gün öncədən bir günün planını qur. Çünki onsuz da bizə məlum olan bu gündür. Bu gün nə olacaqlarını ən azından az-çox aşağı-yuxarı təxmin etmək mümkün olur. Və başqa planı pozmağının səbəbi isə budur. Məsəl üçün, sən plan cədvəlini qurursan. Qurdun. Gecə qurdun və tutaq ki, sən gecə quranlardasın. Gecə qurdun və motivə bir şəkildə yatdın. Səhər durursan və plan cədvəlinin heç üzünə baxmaq istəmirsən. Niyə? Məsəl üçün, yazmışsan ki, no sosial media, no film, sonra yazmışsan no şəkər, sonra da yazmışsan ki, məsəl üçün, gedəcəm yürüyüşə, idman edəcəm, nə bilim, 300 dənə
kimyadan test, 200 dənə fizikadan test və daha sonra nə bilim minnətdarlıq günlüyümü tutacağam, meditasiya edəcəm və s. və s. və ilaxır. Və sən gəlirsən heç o qədər məsələn həvəssiz olursan ki, heç birinci missiyanı etməyə belə halın olmur. Ona görə plan cədvəlini quran zaman buna diqqət etməlisən. Gecənin motivasiyasına qapılma, o səni hər zaman anladacaq. Gecənin motivasiyasına qapılma. Məsələn, oraya yazmısan 200 test. Onu yarı-yarıya indir, 100 test. Məsələn, bacardın, tutaq ki, səhərsi günü durdun, bacara bildinsə 150 test işlə. Yəni günün sonunda sən ən azından həmin qoyduğun hədəfi keçmiş olacaqsan. Məsələn, yazmısan 2 saat yürüyüş, tutaq ki, 2 saat olmasın, atıram 1 saat yürüyüşə çıx, 1 saat boyunca yürüyüş et. 1 saat yürüyüş et, nə olacaq? 1 saat yarım edərsən və yenə də sən qazanmış olarsan. Və yazmısan ki, səhər duran kimi məsəl üçün sosial mediasız bir gün keçir. Belə edə bilərsən. Tutaq ki, sosial media normalda 5-6 saat vaxt sərf edən bir insansınızsa, birdən-birə buraxmaq əlbəttə biraz imkansıza yaxın bir şey olacaqdır. Məsələn, 5-6 saat baxırsansa, tutaq ki, girdin ekran müddətinə baxdın 5-6 saatdır. Yarı-yarıya, tən yarıya indir. Məsələn, 3 saat sosial mediaya baxsan, 1 saat səhər, 1 saat günorta və 1 saat axşam baxıb yekunlaşdıracaqsan. Növbəti günlərdə 2 saat, 1 saat yarım, 1 saat artıq da yavaş-yavaş tərk etməyə çalışa bilərsən. Yəni, dediyim kimi, birdən-birə çox çətin missiyalar qoyma. Əsasən, asan və orta çətinlik səviyyəsinə yönəlməyini istəyirəm. Bir digər ən çox edilən səhvlərdən biri də arada özünə hədiyyə və istirahət qoymursan. Missiya cədvəl deyəndə ağlımıza dərslərdən, idmanlardan və məşğul olduğumuz bir cədvəl gəlir. Amma heç kəs araya özünü hədiyyələndirmə və istirahəti qoymur. Məsəl üçün, tutaq ki, böyük bir başlıq vardı. Kimyadan 120 test, sən də altına yazmışdın ki, məsələn, fizikadan da 150 test. Kimya 120 test bitdi və sən o hədiyyə hissini yaşamadan, yəni o sevinc hissini yaşamadan keçib fizikanın 150 testini yazacaqsansa, bir 7 gün, 10 gün sonra səni böyük bir çöküş dönəmi gözləyir. Və bunu mən də birə-bir yaşamış bir insanım həqiqətən də. Ona görə məsələn, kimya 120 testinin sonunda belə bir şey yaz. Məsələn, sevdiyin bir kofeni içə bilərsən. Məsələn, sevdiyin bir kofe növü ola bilər, içə bilərsən. Və nə bilim, sevdiyin bir YouTuber'ın videosuna baxacam və ya sevdiyin bir şəxsi inkişaf la bağlı video çəkən bir insanın videosuna baxacam və ya podcast'ini dinləyəcəm və s. ola bilər. Və nə bilim, məsələn, 30 səhifə sevdiyim bir nağıl kitabı oxuyacam. Mən dərs kitabını nəzərdə tutmuram. Məsələn, mən Koroğlu dastanını oxuyurdum. Öz Azərbaycan xalq ədəbiyyatının öz dastanıdır və həqiqətən də çox uğurlu bir hekayə olduğunu düşünürəm. Yəni çox da maraqlıdır və diqqətimi çəkdi. Koroğlu dastanını oxuyuram və mənə çox maraqlı gəlir. Sanki bir film izləyirmişəm kimi hiss etdirir və yatmazdan öncə də oxumağı əgər tövsiyə edirəm. Çünki yuxuya gedən zamanda çox köməyi olur. Buna ayrı videoda toxunacam, yuxu ilə bağlı olan videomuzda. Yəni dediyim kimi, plan cədvəli quran zaman bunlara xüsusi diqqət yetirirsən və plan cədvəlini artıq əminəm ki, bu videodan sonra daha düzgün, daha səliqəli və daha davamlı və istiqrarlı bir şəkildə quracaqsan. Çalışmalarına davam et, dayanmadan çalışmağına üstünlük ver və bunu unutma, əziyyət çəkənlər bu gün qarşılığını almasa da, sabah qarşılığını almasa da bir gün qarşılığını alacaq və mən inanıram ki, biz bir gün qarşılığını alacaq. İzlədiyiniz üçün təşəkkür edirəm və çox güman bəzi məqamlara toxunmadım. Ona da ikinci partı çəkən zaman toxunaram çox güman. Və açıqlamaya da yenə WhatsApp kanalımızın linkini qoydum. Ora qatılaraq bizim şəxsi inkişaf topluluğumuzda iştirak edə bilər, sorğu anketlərində iştirak edə bilər, öz fikirlərini bölüşə bilər və öz bildiyin məlumatları digər yoldaşlarınla da paylaşa bilərsən. Sağ ol, salamat qal.